Deməli, bugünkü mövzumuz Monqol imperiyasıdır. Monqollar bilirik ki, Avropalılar, deməli, Monqol adlandırırdı. Şərq xalqları isə Moğol adlandırırdı. Əsasən, deməli, Monqollar Jujanların deməli, varisləri hesab olunurlar. Mərkəzi Asiyanın, Mərkəzi Asiya bilirik ki, Xəzər dənizi ilə Çin arasında olan ərazini əhatə edir. Mərkəzi Asiyaya qədər geniş bir ərazidə, deməli, məskunlaşmışdılar. Hələ Monqollar 12-ci əsrdə qəbilə münasibətləri bunlarda dağılmağa başlamışdı 12-ci əsrdə və bunlar 12-13-cü əsrlərdə deməli feodalizm münasibətləri belə deyək, feodalizmə keçid baş verdi. Yəni qeyd etmək istəyirəm ki, Monqollar qəbilə münasibətlərindən feodalizmə keçid baş verdi. Yəni bunlar quldarlıq quruluşunda yaşamayıblar. Və Monqollarda deməli ordu var idi. Ordu deməli hərbi təşkilat demək idi. Bu hərbi təşkilata başçılıq edənlər isə Noyon, bir də Bahadurlar idi. Yəni onlar hərbi rəislər adlanırdı. Yaxşı, görək ki, Monqol dövlətinin əsasını kim qoymuşdu, kim tərəfindən yaradılmışdı? Deməli, səfalətin yetişdirdiyi şəxsiyyət və Tanrı tərəfindən göndərilən xan. Bu, deməli, Teymurçin idi ki, Monqolların inancına görə, deməli, onların əcdadı Göyqurd və Ağmaraldan dünyaya gəlmişdi. Onun 24-cü nəslində isə Teymurçin doğulmuşdu. Teymurçin Kiyat qəbiləsindən idi, Yesuqay Bahadırın oğlu idi. O çox çətin bir şəraitdə deməli yaşamışdı. Daha sonra onun deməli öldürmək istədiklərdə isə Sulduz qəbiləsi tərəfindən xilas olmuşdu. Və deməli Teymurçin, Nayman, Kerayit, daha sonra deməli Merkit tayfalarını özünə deməli tabe etmişdi və öz dostu Camuaqanı da məğlub etmişdi. Və 1206-cı ildə Onun çayı sahilində qurultay çağırılır və burada deməli Şaman Tebtengri deməli Teymurçini dünya xaqanı göndərildiyi bəyan edir. Və burada Teymurçin böyük xan seçilir, özünü Çingiz xan adlandırır. Çingiz xan adlandırır. Və beləliklə deməli Çingiz xan paytaxtı Qaraqorum olan deməli böyük Monqol dövlətini yaradır 1206-cı ildə və bundan sonra Çingiz xan öz hakimiyyətini möhkəmləndirmək üçün deməli ərazidə olan deməli üsyanları yatırır və deməli ordu, yəni hərbi təşkilatlar var idi dediyimiz kimi burada üsyanları yatırdı. Hətta bir sıra ona qarşı çıxan, tabe olmaq istəməyənləri edam etdirməkdən belə çəkinmir. Geniş işğallara başlamaq üçün deməli güclü ordu yaratmaq lazım idi. Bu məqsədlə o dövlətin ərazisini göndərdikləri ordunun sayına uyğun olaraq 10-luq, 100-lük, 1000-lik tümənliklərə bölündü. İlk dəfə bu bölünməni biz Böyük Hun dövlətindən, deməli, Mete xanın zamanında keçmişdik ki, ilk dəfə bu 10-luğa, 100-liyə, 1000-liyə bölən, deməli, Mete xan idi. Çingiz xan da onun bu siyasətini, ənənəsini davam etdirirdi. Daha sonra isə orduda yenə də tayfa müxtəlifliyi prinsipini tətbiq etdi. Biz bunu 1-ci Məlikşahın zamanında və növbəti dərslərimizdə 1-ci Abbasın islahatında da görürük ki, ordunu tayfa müxtəlifliyi prinsipi əsasında deməli təşkil edir. Və Çingiz xanın ordusu əsasən deməli atlı dəstələrdən ibarət idi. Daha sonra isə Böyük Yasa. Böyük Yasa nədir? Deməli Monqolların qanunlar toplusu idi. Deməli
Burada nədən ibarət idi böyük yasa? Deməli, böyük yasa ibarət idi yarlıqlardan, deməli, yarlıq yəni əmrlərdən, sonra yasaqlardan, yəni deməli, qanunlardan ibarət idi. Bir də deməli, Çingiz xanın nəsihətlərindən ibarət idi. Və burada o öz nəsihət əsasında dövlətin ərazisini uluslara bölmüşdü. Bundan sonra Çingiz xan deməli yürüş edəcəyi ərazidə nə edirdi? Əvvəlcə o ərazi haqqında dəqiq kəşfiyyat məlumatı toplayırdı. Sonra düşmənin zəif güclü tərəfini müəyyən edirdi və bir də düşmənə qəfil zərbə endirirdi. Deməli, yürüş edəcəyi əraziləri necə seçirdi? Birinci kəşfiyyat işi aparırdı. Sonra onun zəif güclü tərəfini öyrənirdi və bir də qəfil zərbə endirirdi. Buna görə yürüş etdiyi ərazilərdə uğur əldə edirdi. Və nəhayət 1207-ci ildə deməli yürüşlərə başlayır. İlk başladığı yürüş Cənubi Sibir, bir də Şərqi Türkistan ərazisi olur. 1200 deməli 7-ci ildə. Daha sonra Cənubi Sibir, Şərqi Türkistanı tutduqdan sonra 1211-15-ci illərdə Çinə doğru yürüş eləyir və burada Çinin şimalını, bax Çinin şimalını tutur, paytaxt Pekin daxil olmaqla. Daha sonra 1219-1221-ci illərdə isə Mərkəzi Asiyaya doğru yürüş edir. Burada deməli Xarəzmşahlar dövləti idi. Xarəzmşahlar dövləti Monqollarla açıq döyüşə girməkdən çəkinirlər, öz qalalarını möhkəmləndirməklə kifayətlənirlər. Amma Monqollar Çindən divardələn, lağım-atan qurğular, mancanaqlar əldə etdiklərinə görə bu qalaları dağıtmaqda çox deməli çətinlik çəkmədilər və beləliklə 1219-21-ci illərdə Mərkəzi Asiyanın işğalını başa çatdırdılar. Bundan sonra isə onların növbəti kəşfiyyat yürüşləri 20-22-ci illərdə İran, bir də Cənubi Qafqaz ərazisi olur və 22-ci illərdə Dərbənd keçidi vasitəsilə Şimali Qafqaza doğru irəliləyirlər. Burada 1223-cü ildə Şimali Qafqazda Kalka çayı sahilində döyüş olur. 1223-cü ildə. Bu döyüşdə deməli Rus qıpçaqları məğlub edilir və bundan sonra isə Monqollar öz ölkələrinə geri qayıdırlar. Və bir də qeyd edək ki, Çingiz xan hələ öz sağlığında deməli vəsiyyətnamə tərtib etmişdi. Bu vəsiyyətnamə əsasında o ölkə ərazisini 4 ulusa bölmüşdü. Və qeyd etdiyi kimi Böyük xan qurultayda seçilməli idi və bu ulusun deməli başçıları da Böyük xana tabe olmalı idi. Bununla hesab edirdi ki, özündən sonra baş verə biləcək çəkişmələrin qarşısını alacaq. Lakin bu vəsiyyətnamə, yəni bu uluslara bölmə Çingiz xanın ilk və sonuncu səhvi olur. Çingiz xandan sonra deməli hakimiyyətə Xubilay xan gəlmişdi. Daha doğrusu deməli Xubilay xan gəlmişdi. Xubilay xanın zamanında paytaxt Qaraqorumdan Pekin şəhərinə köçürülür. Deməli, Pekinə köçürmənin mənfi cəhəti bundan ibarət idi ki, Böyük xanla uluslar arasında əlaqələr zəifləyir. Yəni, uzağa köçdüyünə görə paytaxt bunlar arasında əlaqələr zəifləyir. Və Xubilay xan 1271-ci ildə Cənubi Çini ələ keçirir. Bununla da bütün Çin Monqollar tərəfindən işğal olunmuş olur. Və burada deməli Yuan sülaləsinin əsasını qoyur. 1271-ci ildə deməli 14-cü əsrin əvvəllərində Monqol imperiyası müstəqil dövlətlərə parçalanır. Və burada deməli Çində baş verən üsyanlar nəticəsində Yuan Monqol sülaləsi 1368-ci ildə devrilir. Bununla da Monqol imperiyası süqut etmiş olur. Bir daha qeyd etsək ki, deməli
Çingiz xan deməli ilk yürüşlərə başlamışdı. Deməli 1207-ci ildə Cənubi deməli Sibir, bir də deməli Türkistan ərazisindən 1207-ci ildə, deməli 1207-ci ildə, daha sonra 11-15-ci illərdə Çinin şimal hissəsini tutmuşdu. 19 deməli 21-ci illərdə Mərkəzi Asiyanı deməli yəni Xarəzmşahlar dövlətini məğlub etmişdi. 20-22-ci illərdə Cənubi Qafqaza kəşfiyyat yürüşü və eyni zamanda İrana kəşfiyyat yürüşü etmişdi. 23-cü ildə isə deməli Kalka döyüşündə Rus qıpçaqlarını məğlub etmişdi. Cənubi Çin isə deməli Kubilay xan tərəfindən ələ keçirilmişdi. Deməli Monqol dövləti yaranmışdı 1206-cı ildə, 1368-ci ildə Çində baş verən üsyan nəticəsində Yuan Monqol sülaləsinin devrilməsi ilə başa çatmışdı.